Allah. Kim əgər tövbə edərsə, üzü Allaha gedərsə, kim əgər tövbə edərsə, üzü Allaha gedərsə, ona cənnət olacaq daima qismət. Budur əslində səadət, əbədiyyət. Yığdığın mal qısa müddət çatacaq çarıva qardaş. Bunu dərk eyləyəsən kaş. Qocalırsan, qayıtır yaş. Gələcək vaxt qoyacaqlar sinövün üstünə bir daş. Qalacaqsan elə çaşbaş. O zaman dərk edəcəksən nə oğul var, nə də yoldaş. Nə də ki gəlməyəcək dağda o gün evdəki daşqaş. Gələcək xeyli vətəndaş vətənindən. Tutacaqlar kəfənindən, didəcəklər bədənindən ətivi hissə və hissə. Budur qüssə, budur vəhşət, budur dəhşət və cəhənnəmdə olan isti hərarət səni daim alacaq ahuşuna. Sən dözəcəksənmi buna? Yox. Səbəbi vardı, cılızsan və zəifsən, özünü satma, heyifsən. Çoxu azla dəyişibsən, nə hərifsən. Arada başımı qaldırır göyə bir eylə nəzər. Yatma bəşər, gör nə qədər göydə planetlər düzülüb dövr eləyir. Kim bunlara əmr eləyir? Gör bu bəşər fikr eləyir ki, biri doqquşsa biri ilə dağlar kulli və aləm yaşamaz bin nəfər adəm. Deməli burada nizam var, yaradan var, asoxu evdə quran var və nişan var. Görəcəksən yaxşı kimdir səpən yer üzünə, həm boludu pərdə kimi kimdir çəkən yer üzünə. Bu qədər bitkiləri kimdir əkən yer üzünə. Ətrafa bax, nə qədər növdə çiçək var, hərəsində özünə məxsus olan rəng və bədəy var. O çiçəkdən özünə ruzu tapan qurd və böcək var, kəpənək var. Biri istehsal edir bal, o biri qurdda ipək var. Buralı göz görür aşkar, deməli xəlq eləyən var. Nə edibdir sən ibadar edəsən Allah'a inkar. Səbəbi vardı cəhalət, yəni qəflət. Niyə sən almadın ibrət? O gedənlər nə apardı? Bu həyat sanki qatardı. Səni də mindirəcəklər, eləyib soruq sual dindirəcəklər. Deyəcəklər, cavabın ver. Bu qədər mal ki yığıbsan hesabın ver, kitabın ver. Qalacaqsan o zamanlar. Vuracaqlar o yekə boynu bakanda. Quracaqlar yekə tonqalı yanacaqsan. Nə qədər mal ki yığıbsan danacaqsan. Nə qədər həqqə giribsən, hamını axtaracaqsan, yıxılıb yalvaracaqsan. Öpəcəksən onların əl ayağından, tutacaqsan balağından. Deyəcəksən ki ilahi, bu günahı eləyəm mən. Bunu insan eləməzdi, nə də heyvan eləməzdi. Nəinki mən elədim, millətə şeytan eləməzdi. Çəkərək ah, deyəcəksən geri qaytar məni Allah. Eləyim nəfsimi islah. Deyəcəklər daha gecdi, bu ömür müddəti keçdi. Bunu dünyada edeydin, əbədi nura gedeydin. Tutacaqlar o yalancı kəkülündən elə möhkəm. Sürüyüb ateşə doğru atacaqlar çəkəsən qəm. Deyəcəklər, sənədir daima məskən bu cəhənnəm, bəni Adəm. Bunu yazdım Şuara surəsinin haqqını ada etmək üçün mən düşünüb dərk edəsən sən. Və cəmiyyətlə bərabər, yəni möminlərlə bərabər olasan tən. Rəsulullah da qiyamətdə buyursun, hacılar, sizə əhsən. Buradır haqqı deyən bəndələrə daima məskən. Buyurun cənnət-i əlaya üzüşən. Buyurun cənnət-i əlaya üzüşən. Çox mübarək qardaşım. Allah razı olsun.